Katetlərin nisbəti 3-ün 4-ə, hipotenuzu 25-ə bərabər olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirən radiusunu tapın. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevirən radiusu katetlərin cəminin hipotenuzla fərqinin yarısına bərabərdir. Və Pifaqor teoreminə görə bilirik ki, a kvadrat üstə gəlsin b kvadrat bərabərdir c kvadrat. Digər tərəfdən məşhur Pifaqor üçlüyündən də istifadə edə bilərik. Yəni 3k, 4k və 5k. Burada 5k 25'e bərabərdirsə k 5'dir. K 5 olduğu üçün 4'ü 5'e 20, 3'ü də 5'e 15. Yəni 15, 20, 25 tərəflər olur. Və yaxud da Pifaqor teoremini tətbiq etsəniz 3k'nın kvadratı üstə gəlinsin 4k'nın kvadratı bərabər olmalıdır 25'in kvadratına. Buradan da alırıq ki 3k'nın kvadratı yəni 9 üstə gəlinsin 16, 25 elədiyi üçün 25k'nın kvadratı bərabərdir 25'in kvadratı, yəni 625. Buradan da k'nın kvadratı bərabərdir 25 alırıq. K da bərabərdir müsbət 5 götürürük. Uzunluq olduğu üçün yalnız müsbət qiymətinə baxırıq. K 5 olduğu üçün A-nı 3K götürmüşdük. Yəni 3 vurulsun 5, 15. B-ni isə 4K götürmüşdük. 4 vurulsun 5, 20. Gətirib düsturda yerinə yazıq. 15 üstə gəlinsin 20, çıx 25, bölünsün 2. Deməli 10 bölünsün 2, yəni 5 alarıq.